Möhtərəm Prezidentimiz cənab Müzəffər Ali Başkomandan, bu sizə ikinci müraciətimdir. Birinci müraciətimdə sizin rəhbərliyiniz altında qələbəmizin qazanılmasında Ali Başkomandan kimi rəhbərliyinizlə yanaşı dövlət iqtisadiyyatının gücləndirilməsi və idarəetmənin təmin edilməsində məmurlarla qarşı da obyektiv və tələbkar olmağınız hamımıza bəlli olmasını və bu məmurlardan birinin də Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan Mühafizə Departamentinin rəisi Quliyev Tikrar İstanbuloğlu'nun olmasını, onun mənə qarşı etdiyi qanunsuzluqlar və Dəmir Yol sədri Rövşən Rüstəmovun bu haqsızlıqlara göz yumaraq ona meydan verməsini sizin nəzərinə çatdırmaq olmuşdur. Bir daha bildirirəm ki, mən ali təhsilli, Milli Ordunun ehtiyatda olan kapitan rütbəli zabitiyəm. Sizin komandanlığınız altında 2 dəfə səngər həyatı yaşamışam. Vətən müharibəsi zamanı könüllü olaraq bölük komandiri kimi sona qədər iştirak etmişəm və xidmətimlə bağlı müxtəlif təltiflərə layiq görülmüşəm. Mülki həyatda isə 2001-ci ildən Dəmir Yolu Mühafizə Departamentinin Gəncə Yanğından Mühafizə Komandasında əmək fəaliyyətinə başlamışam və burada müxtəlif vəzifələrdə işləyərək 22 ildən çox təcrübə əldə etmişəm. Əmək fəaliyyətimdə fərqləndiyimə görə 2016-cı ildə Dəmir Yolu sədrinin müvafiq əmri ilə Dəmir Yolunun ən yüksək təltifi olan Fəxri Dəmir Yolçu nişanı ilə təltif olmuşam və vəzifədə irəli çəkilmişəm. Elə könüllü olaraq vətən müharibəsinə də Gəncə Yanğından Mühafizə Komandasının rəisi vəzifəsindən getmişəm. Bu təşkilatda sonuncu işim Gəncə Mühafizə Bölməsinin bölmə rəisinin müavini vəzifəsi olubdur. Lakin Dəmir Yol Mühafizə Departamenti rəisi Quliyev Tikrar İstanbuloğlu'nun 16 may 2025-ci il tarixli əmri ilə əmək müqaviləmə əmək məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən xitam verilib. 22 illik iş təcrübəmə, vətən müharibəsindəki xidmətlərimə baxmayaraq gülünc bəhanələrlə və əhəmiyyətsiz, eyni zamanda əsassız arqumentlərlə mənə qarşı qərəz nümayiş etdirilmişdir. Mənə qarşı qərəzli münasibəti tabeliyində olan bəzi işçilərin xəstəlik müddəti üçün hesablanaraq Sosial Müdafiə Fondundan köçürülən məbləğlərin mənimsənilməsi zamanı etdiyim müraciətlərdən sonra başlamışdır. İşçilərin əksəriyyətinin 12-15 ildən çox müddətsiz əmək müqaviləsi ilə işlədiyi halda 20 minə yaxın digər işçilər kimi bizim işçilərin də məcburi ərizə yazdırılaraq müddətli əmək müqaviləsinə keçirilməklərindən yaranan narazılıqlarını Tikrar Quliyevin nəzərinə çatdırdıqda bu qərəzli münasibət daha da kəskinləşmişdir. Sonradan məlum olmuşdur ki, bu qanun pozuntusu və korrupsiya yalnız Gəncə bölməsində deyil, Respublikanın bir sıra mühafizə bölmələrində də baş vermişdir. İşçilərin iş saatları gündəlik sənədlərdə olan faktiki iş saatlarından fərqli olaraq aylıq tabellərdə açıq-aşkar kəsilmiş, bir sıra işçilərin xəstəlik müddəti üçün hesablanmış pullar çox gülünc bir formada mənimsənilmişdir. Belə ki, Sosial Müdafiə Fonduna göndərilən sənədlərdə Mühafizə Departamenti tərəfindən xəstə olmuş işçilərin öz hesab nömrələri deyil, bütün işçilərin hesab nömrələri əvəzinə yalnız departamentin mühasibinin adına olan hesab nömrəsi yazılmış, bununla da sosial müdafiə orqanlarından köçürülən məbləğlər Tikrar İstanbuloğlu Quliyevin mühasibinin hesabına köçürülərək mənimsənilmişdir. Gəncə mühafizə bölməsində işçilərin qeyd olunan narazılıqlarını örtbasdır edərək və işçilərin işlədikləri iş saatlarını kəsərək qanunsuzluq etmək istəmədiyimə görə Tikrar İstanbuloğlu Quliyev məni saxta və əsassız əmrlə işdən çıxartmışdır. İşi məhkəməyə vermişəm və hazırda məhkəmə icraatı gedir. Tikrar Quliyev öz qərəzli əmrinin qanuniliyini sübut etmək üçün məhkəməyə saxta sənədlər verməkdən belə çəkinmir. Belə ki, mənim işdən çıxarılmam barədə onun verdiyi əmr qanuni normalara uyğun olmadığına görə sonradan köhnə tarixlə yenidən saxta əmr hazırlanaraq məhkəməyə təqdim edilmişdir. Mənə təqdim edilən əmrlə sonradan məhkəməyə verilən əmrin fərqli olması və saxtakarlığı məhkəmənin gedişi zamanı həmin əmrlərin barkodlarının və nömrələrinin müqayisəsindən məlum olsa da, Nəsimi rayon məhkəməsi saxtakarlığa göz yummuşdur. Beləliklə, Nəsimi rayon məhkəməsi qanunu istədiyi kimi pozan Tikrar Quliyevin saxta və əsassız əmrinə haqq qazandıraraq mənim əmək hüquqlarımı
bərpa etmək əvəzinə bu hüquqlarımı pozmuşdur. Hörmətli cənab prezident, mən sizə müraciət edərkən mənim əmək mübahisəm Bakı Apellyasiya Məhkəməsinin icraatında idi. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri işi obyektiv araşdıraraq mənim işdən qovulmaq üçün heç bir əsasın olmadığı barədə məsələyə hüquqi qiymət verdilər. Məhkəmə nəzərə aldı ki, Tikrar Quliyevin qərəzli tapşırıqları ilə istər işçilərin hüquqlarını qorumaqla mükəlləf olan Həmkarlar Təşkilatı, istərsə də elə baş idarənin əməkdaşlarının güya mənim üçün hazırladığı nöqsanlar əsassızdır. Nəticədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə heç bir ziyan dəyməmiş, nüfuzuna heç bir xələl gəlməmişdir. Odur ki, mənim işdən qovulmağım barədə əmr əsassız və qanunsuzdur. Sonda mənim işə bərpa olmağım və buraxılmış iş günlərinə görə əmək haqqının hesablanaraq mənə ödənilməsi barədə qətnamə çıxarıldı. Həmin qətnamədən narazı qalan nəticədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi Ali Məhkəməyə kassasiya şikayəti ünvanladılar. Çox təəssüf ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzzağa oğlu məruzəçi, Nurməmmədov Əhməd Güləhmədoğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə mülki işə yazılı icraat qaydasında baxılaraq cavabdeh Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayətini qismən təmin etmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 fevral 2026-cı il tarixli qətnaməsini ləğv etmiş və işi yeni apellyasiya baxılması üçün qaytarmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının hakimləri çıxardıqları qərarın 53, 54 və 55-ci bəndlərində vurğulamışlar ki, nəzərə alınmalıdır ki, dəmir yolu nəqliyyatı iqtisadiyyatın əsas və strateji sahələrindən biridir. Dəmir yolu nəqliyyatı ilə böyük həcmdə yüklərin və sərnişinlərin təhlükəsiz daşınması həyata keçirilir. Buna görə də dəmir yolu nəqliyyatında mühafizə xidmətinin rolu fiziki mühafizə ilə yanaşı birbaşa iqtisadi sabitliyi və fasiləsiz logistikanı təmin etməkdir. Bu məqsədlə də dəmir yolunun nəqliyyatının normal fəaliyyəti üçün mühafizə xidməti irəli sürülən tələblərə uyğun şəkildə təşkil edilməlidir. Buna məsuliyyət daşıyan şəxslər öz vəzifələrini vəzifə təlimatına və daxili intizam qaydalarına uyğun qurmalıdırlar. Həmin qərarın 42-ci bəndinə isə vurğulayırlar ki, Azərbaycan Dəmir Yolları mühafizə bölməsinin növbətçi hissəsinin rəisi Kazımov, təsərrüfat şöbəsinin rəisi Səfər Sultanov, İnsan Resursları şöbəsinin rəisi Pərvin Aslanov, mühafizə bölməsinin rəisi Elşad Nəsibov, mühasibatlıq bölməsinin rəisi Talih Abdullayev, Gəncə mühafizə bölməsinin rəis müavini İlşan Hacıyev, Gəncə mühafizə bölməsinin növbə rəisi Xosrov Azadi tərəfindən tərtib edilmiş 18.04.2005-ci il tarixli akta əsasən 07.04.2005-ci il tarixdə saat 22:15-dən 18.04.2005-ci il saat 01:00-dək mühafizə bölməsinin Gəncə stansiyası, yeni lokomotiv depo və qərb vaqon deposunda yaz baxışı ilə əlaqədar baxış keçirilmiş və bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, Gəncə stansiyasında xidmətdə olan mühafizəçilərdən 5 nəfəri mülki geyimdə xidmətdə olduqları aşkar edilmişdir. Gəncə stansiyasında xidmətdə olan səyyar atıcı Tural Əliyevin xidmətdə olmadığı, daha sonra bölmə rəisi Elşad Nəsibov Tural Əliyevin onun arxasında gəldiyini müəyyən etmişdir. Bölmənin sənədlərini baxış keçirilən zaman bütün postlarda işə davamiyyət kitablarında qaydalara uyğun imzalanmamadığı aydın olmuşdur. Xüruc forma kitablarının yeni qaydalara uyğun doldurulmadığı məlum olmuşdur. Halbuki yeni qaydalar bölməyə yazılı şəkildə təqdim edilməmişdir. Qərb vaqon deposunda xidmətdə olan baş atıcı Həsənov Saminin üzü tüklü olduğu aydın olmuşdur. Çox qəribədir, işçilərə geyim forması üçün ayrılmış pulu başda Tikrar Quliyev mənimsəyir və əməkdaşlar geyim forması ilə təmin edilmədiyi üçün bir söz deyən yoxdur. İşçini postdan mənim belə birbaşa tabi olduğum bölmənin rəisi şəxsən postdan öz şəxsi işinə görə uzaqlaşdırır, həmçinin ona şərait yaradılır ki, ərizəsi ilə işdən çıxsın. Belə çıxır ki, mənim
maddə ilə işdən qovulmağımın səbəbi Qərb vaqon deposunda xidmətdə olan baş atıcı Həsənov Samirin üzünün az tüklü olması oldu. Ali məhkəmə hakimlərinin qeyd etdiyi kimi, Dəmir Yolları Təşkilatı mühüm bir təşkilatdır. Məhz elə həmin təşkilatın mühafizət xidmətinin səhlənkarlığı nəticəsində 26 aprel 2026-cı il tarixdə 12 yaşlı uşağı Dəliməmmədli stansiyasında dayanmış vəziyyətdə mühafizədə olan yük qatarında elektrik cərəyanı öldürür və heç kəs işdən qovulmur. Lakin mən üzü tüklü işçiyə görə işdən qovuluram. Hansı ki, yoxlama aparan şəxsin özü insan resursları rəisi, şöbə rəisi Pərvin Aslanov saqqallı vəziyyətdə yoxlama aparır. Və gülünc vəziyyəti odur ki, aparılan iclaslarda mənim işdən çıxarılmağım və bərpa oluna bilməməyim əməkdaşlara təzyiq nöqtəsi kimi vurğulanır. Hazırda iş yenə də Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Hesab edirəm ki, Tikrar İstanbuloğlu Quliyevin hansısa yollarla məhkəmənin gedişinə təsir etmək ehtimalı yüksəkdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsində hüquqlarımın pozulmaması üçün sizə müraciət edərək qeyd etdiyim məsələləri nəzarətinizə götürmənizi xahiş edirəm. Əvvəlcədən öz minnətdarlığımı bildirirəm.